Salam dostlar, mən Hüseyin. Bugün sizlərlə başqa bir video ilə qarşınızdayam. Dostlar, bugün modemin Wi-Fi'mizin yəni adını və parolunu dəyişməyi sizə göstərəcəm. İlk öncə istəyirsiniz baxaq bizim Wi-Fi'miza. Sağ aşağıdakı qıraqda bizim Wi-Fi'mizin adı var. Yəni girdikdə tıpı linkdir. Baxın, mən dəyişdirmişdim. İndi isə daxil oluruq nastroykasına Wi-Fi'mizin ilk videomda göstərdiyim kod ilə, yəni 192.168.1.1 ilə və nastroyka yeri açılır. Burada gördüyünüz kimi, yəni Wi-Fi açıqdır, modem açıqdır. Buradan interface setup və wireless'a daxil oluruq. Burada wireless'a baxın buna. Bəli. Ondan sonra burada SSID 2 nöqtə var. Yəni buna biz Wi-Fi'mizin adını yazırıq. Baxın, məndə tıpı linkdir. Baxın, indi Wi-Fi'mizin istəyirsə bir adını dəyişək. Məsələn, bir qoyaq. Hüseyin qoyaq. Baxın, indi Hüseyin. Baxın, indi aşağıda save düyməsi var. Onu basaq və biraz gözləyək. Biraz gözlədikdən sonra, çünki Wi-Fi öz adını dəyişdiyinə görə, baxın, yuxarıda solda yavaş-yavaş fırlanır bu. İndi baxın, aşağıda internet getdi və məndən Hüseyin, baxın, dəyişdi Wi-Fi. İndi yenidən məndən bunun parolunu istəyir. Yenidən parolu yazırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bunu yəni test üçün yazmışam bu parolu. Sadəcə video üçün. Baxın, daxil olduq. Və bunu home network, yəni evimizin internetidir. Onu seçirik və close düyməsini basırıq. Bu indi dəyişdik biz Wi-Fi'mizin adını. Parolunu dəyişmək üçün isə pre-shared key var aşağıda. Baxın, bu. Bizim parolumuz 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 idi. Və biz bunu dəyişib, məsələn, 55 yox, 88, 55, 22 və 33 qoyuruq. 88, 55, 22 və 33 qoyduq. Və save düyməsini basırıq. Və biraz gözlədikdən sonra gördüyünüz kimi yenə burada Wi-Fi getdi. Yenidən bura daxil olub Hüseyin Wi-Fi-na connection, yəni bağlanıb, burada indi bizdən yenidən parol istəyəcək. Və biz baxın, yenidən parol istəmədi, gördüyünüz kimi. Və internetə də daxil olmadı. Bunu daxil etmək üçün isə siz ilk öncə bu Wi-Fi-in üzərində sağ düyməni basıb proposition var, onu basırıq. Sizdə başqa dildə də ola bilər. Və show characters var, bunu basırıq və burada bizim əvvəlki parolumuz görsənir. Biz buraya yeni qoyduğumuz parolanı, yəni 88, 55, 22, 33-ü daxil edirik və OK düyməsini basırıq. Və biraz keçdikdən sonra özü bağlanır Wi-Fi-yə. Baxın, indi bağlanmağa çalışır və bağlandı, gördüyünüz kimi. Parol da dəyişdi. Bu qədər dostlar. Yəni başqa bir yolu varsa, mən yəni bir yolunu bilirəm. Yəni bu qədər olmalıdır. Siz də bu videoya baxıb, yəni belə variantla siz də modeminizin və ya Wi-Fi'nizin eyni şeydir. Wi-Fi'nizin parolunu və adını dəyişə bilərsiniz. Bu qədər dostlar. Gələn videoda görüşmək üzərə.